Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. 1-də Tərtər çayı, 2 Samur çayının oxşar və fərqli cəhətləri qeyd olunmuşdur. 1. Əsasən qar və buzlaq sularla qidalanır. Bu, Samur çayına aid olan xüsusiyyətdir. Əsasən yeraltı sularla qidalanır. Təbii ki, bu Tərtər çayına aiddir. Qarabağ vulkanik yaylasından başlayan çaylar yeraltı sularla qidalanır. Üstə tranzit çaydır. Bunlardan Tərtər çayı Respublikamızın ərazisində, Samur çayı isə Respublikamızdan kənarda formalaşdığı üçün tranzit çaydır. Deməli, bu Samur çayına aid olan xüsusiyyətdir. 4-də daxili axarsu hövzəyə aiddir. Tərtər çayı Kür çayına, Samur çayı birbaşa Xəzər dənizinə axır və hər iki çayın da olduğu kimi, yəni daxili axarsu hövzə Xəzər dənizi olduğuna görə bu ortaq cəhətdir. Təsərrüfatda geniş istifadə edilir. Həm Tərtər çayından, həm də Samur çayından təsərrüfatda istifadə edilir. Bu da ortaq cəhətdir. 4 fiziki coğrafi rayondan keçir. Təbii ki, bu Tərtər çayına aid olan xüsusiyyətdir. Bu Qarabağ vulkanik yaylası, Qarabağ dağları, Qazax Qarabağ və Kür-Araz fiziki coğrafi rayonlar ərazisindən keçir. Deməli, müvafiq olaraq 1-ə 1, 2, 6, 2-yə 1 və 3, 3-ə isə 4 və 5 cavabları uyğun gəlir.